Yeni dəvətə başlayan qardaş mütləq özündən öncə dəvət həyatına başlamış olan insanların yanında yer almalıdır. Onlarla istişarə etməlidir, onlardan soruşmalıdır, onların yanında bir müddət əyləşməlidir. Nədən dolayı? Yəni burada onlardan elm almaq anlamında yox, onların təcrübələrindən faydalanmaq. Çünki o səndən bir neçə addım bəlkə qabaqdadır, düzdür? Sən geridən gəlirsən, o artıq o yolu çizib, o yolda xətaya da düşüb, bəzən xəta eləyib, bəzən insanlara cavab verməməsi gerəkən yerdə cavab verib, bəzən insanların müxatab almaması yerdə müxatab alıb. Artıq bu adamda bir təcrübə var. Ona görə necə sələflər deyirdilər ki, əgər biri sənə öz təcrübəsini verirsə, özünə çox baha başa gələn bir şey sənə pulsuz verir, onu diqqətlə dinlə. O dinləmiş olduğun şeyi ondan götür və faydalan. Yəni, çünki o yıxıla dura o şeyi əldə edib, amma sənə yıxılma deyir. Bax, bu yoldan getsən, kəstirmə gedəcəksən, buradan gəlsən, daha rahat gələcəksən deyir. Belə insanların yanında oturub onlara baxmaq lazımdır. İnsanlara necə cavab verirlər, insanlarla necə müxatab olurlar, bir sıxıntı ilə qarşılaşanda necə reaksiya verirlər, problemli insanlar gördükləri zaman onlara, yəni hər insan eyni deyil, düzdür? Məclisdə 30 nəfər əyləşibsə, xüsusən indi bir var öz məclisimizdir, 5-10 nəfər, bir də var ki, bir məclis düşün, yüzlərlə insan var. Orada hər kəsin niyyəti salih deyil, düzdür? Hər kəsin niyyəti gözəl deyil. Biri məclisi pozmaq istəyə bilər, biri işte ortamı gərmək istəyə bilər, biri ortamda fərqli bir abu-hava çıxartmaq istəyə bilər, biri ortamda özünü çox ağıllı göstərməyə çalışa bilər. Belə ortamlarda əgər dəvətçi olan insan zəifdirsə, necə reaksiya verəcəyini bilmirsə, bərabərində nə baş verəcək? Sən zəif olduğundan dolayı ətrafda olan insanları da zəiflədəcəksən. Sənin ağzına baxan, səni diqqətlə dinləyən insanları da zəiflədəcəksən. Ona görə bir müddət dəvətçilərin yanında yer almaq lazımdır. Ən azından bir il hara getdi, sən də onunla bərabər get. Hansı məclisdə oturdu, sən də onunla bərabər otur. Bax gör insanlarla necə müxatab olur, insanlara necə cavab verir. Bu çox önəmli bir şeydir. Yeni dəvətə başlayan insanın bəlli bir müddət dəvətçilərin yanında yer alması, onlarla bərabər oturması, onlarla bərabər durması çox mühüm olan işlərdəndir. İkincisi, ən önəmli onlara edəcəyim nəsihət, insanların rızası ilə Allahın rızası qarşı-qarşıya gəldikləri zaman əsla və əsla bütün çevrəsi dağılsa da, bütün çevrəsi ondan üst çevirsə də Allah Azza və Cəllənin rızasını ön planda tutsun. İnsanlar ondan üz də çevirsə, insanlar sən ona batilsən də desə, insanlar ona etdikləri yardımı da kəssələr, düzdür, elə insanlar var ki, elə dəvətçilər var ki, insanlar onlara yardım edir. Adamın bir ticarəti yoxdur, bir biznesi yoxdur, bir işi yoxdur, düzdür. İnsanlar səndən yardımlarını kəssələr də, insanlar səndən üz çevirsələr də, insanlar sənə nə etsələr də Allaha təvəkkül et. Sən Allahı qoru, Allah səni qoruyacaq. Bax, bunu heç bir zaman unutma. Sən Allahı qoru, Allahın hüdudlarını qoru, Allahı hər bir şeyin üzərində tut, Allah səni ucaldacaq. Allah Azza və Cəllə səni düşmənlərə qarşı qoruyacaq. Allah səni yanında olan insanların fitnəsindən səni qoruyacaq. Allah səni tora salmaq istəyənlərin torundan qoruyacaq. Sən Allaha təvəkkül et, sən Allahı qoru. Bil ki, sən bu dəvət həyatına Allahın hüdudlarını qorumaq, Allahın haqqını insanlara çatdırmaqdan dolayı çıxmısan. İnsanların rızası, insanların haqları, Allahın haqları ilə qarşı-qarşıya gəldiyi zaman insanların haqlarını bir kənara qoyacaqsan, haqq olan budur deyəcəksən. Haqq görmüş olduğun şeyi dilə gətirməkdən, bütün ətrafın da dağılsa dilə gətirməkdən qorxmayacaqsan. O insanlar ki, o dəvətçilər ki, insanların rızası ilə Allah Azza və Cəllənin rızası qarşı-qarşıya gələndə, İnsanları işte bu insanlar dağılmasınlar, işte ətrafımız bozulmasın, insanlarla münasibətimiz pozulmasın, biraz ılımlı olaq, biraz belə olaq deyə dini orasını burasını yamutan insanlar günün sonunda Allah onları rəzil edib. Günün sonunda onlar birilərinin yanında baş aşağı qalıblar. Günün sonunda Allah onları o təvəkkül etmiş olduqları, o haqlarını Allahın haqqından üstün tutmuş olduğu insanların yanında rəzil edib və günün sonunda zaten o insanlar onu tərk ediblər. Ona görə biz Allahın haqqını qoruyacağıq. İnsanların rızası ilə Allahın haqqı qarşı-qarşıya gəldiyi zaman, insanların rızası qarşı-qarşıya gəldiyi zaman Allahın rızasını hər bir şeydən üstün tutacaq. Əsla və əsla haqq görmüş olduğumuz şeyi insanların xətrinə, insanların rızası üçün əsla və əsla geri durmayacaq. Haqq bildiyimiz şeyi öz ətrafımızdakilərin xoşuna gəlməsə də haqq olan şeyi onlara deyəcəyik. Amma oynaq olan insanlar, o kəslər ki, həm belədirlər, ətraf dağılmasın, çevrə qorunsun, filan kəslərlə problem yaşamayaq, filan çevrə ilə problem yaşamayaq, hər kəslə güllük, çiçəklik və s. Belə insanlar günün sonunda uzaldıqlarına şahid olmamışıq. Bəlli bir müddətdən sonra 1 il, 2 il o insanların yanında rəzil olub, bu insanların yanında rəzil olub. Çünki Allahın qoruması ondan qalxıb.
Yəni bir insandan Allahın qoruması qalxdıqdan sonra, Allahın ucaltması, Allahın bərəkətləndirməsi qalxdıqdan sonra o insan bərəkətlənə bilər? Mümkün deyil. Tək qayən Allahın rızası olacaq. Allahın rızası olduqdan sonra da necə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, sən Allahı qoru ki, Allah da səni qorusun. Sən Allahı qoruyacaqsan, Allahı da səni qoruyan olaraq tapacaqsan deyə bilərik inşallah. Əslində çox şey danışmaq olar, amma məqam bu məqam deyil. Çox da uzatmaq istəmirəm. Bu iki şeyə diqqət edərsə çox böyük xeyirlərə nail olmuş olar. Allah ən doğrusunu bilir.